Heç şübhəsiz ki, Azərbaycan millətini hamımızın vətən tərminatı və hamımız ikramlar qarşısında Respublikamızda deyil, bütün ölkələrində hamımız Azərbaycan quşlarının qələbəsini arzulayacaq və komandamıza sona qədər azarkeşlik edəcəyik. Azərbaycan futzalçıları Avropa çempionatında öz tarixlərinə çox şanlı səhifələr yazdılar. Onlar bir qədər əvvəl qeyd etdiyim kimi debutant çıxışıdır, lakin belə bir təsəvvür yarandı ki, sanki futzalçılarımız neçə illərdir bu turnirin final mərhələsində çıxış edirlər. Komandaların start heyətini görürsünüz. Sergio, Felipe, Tarzeliyev və Tiago. Çex Respublikasının komandasında isə Dlouki, Kapetski, Fritz və Reşetar meydana çıxacaqlar və onlar da mübarizəyə başlayacaqlar. Ehtiyat oyuncularınız siyasını ekranlarda görürsünüz. Əlbəttə ki, bunlar şərti olaraq ehtiyat futzalçıları bunlar qeyd etmək lazımdır ki, futsal yarışlarında istənilən sayda dəyişiklik etməyə icazə verilir və bütün bunlar da oyunun tempini, sürətini yüksək səviyyədə saxlamağa imkan verir. Və onu da əlavə edim ki, bu yan reportaj Azərbaycan televiziyası ilə birlikdə Azərbaycan radiosu ilə də idman həvəskarlarına təqdim olunur və ola bilər